Dəyərli izləyicilərimiz, bu yağışlı havada bərəkətinə qurban olum. Təqdim etdiyimiz ev Sabunçu rayonu Maşdağa qəsəbəsindədir. Maşdağa notariusun arxasıdır. Yəni bilməyənlər Waze-də konumdan Maşdağa notariusu vursun, demək olar ki, evin konumudur. 2 sot yarımın içində 10 daş kürsüdə dairəvi qoşadaş tam təmirli 4 otaqlı həyət evimiz 125 min manata satışa çıxır. Maşın üçün geniş jalüz qapı ayrı, giriş üçün ayrı qoyulub, həyət üçün sanitar qovşağıdır. Və həyətin bir hissəsində yaşıllıq üçün yer saxlanılıb. Solda da əl yumaq üçün rakfina qoyulub. Ev ən əsası, maqa solun göstər. Heç bir evə birləşik deyil, bir məhəllədə özü 2 dənə evdə ikisini də göstərəcəyik. Padvalına giriş 2 tərəfdən də, çardağına da giriş yuxarıdan və keçdi evin içərisini göstərməyə. Sənəti paket kupçadır. Paket kupça nə deməkdir? Evin də torpağında çıxarışıdır. Təəssüf ki, bizi o sözə görə buradan gedir. Niyə aça bilmədim mən, hə? Burada mətbəxidir, balkondan evə birbaşa girdik. Evimizin geniş girəcəyidir. Mətbəxdən çıxdıq zaten gördük. Açıq qoy qapını, hə? Mən dedim satmıyorum. Gir qonaq otağını sağda göstərək. Bütün kommunal sistemləri çəkilib, hamısının sayğacı qoyulub, istilik sistemi kombidə hər bir otağın xətti çəkildi. Burada günün nə gözəl TV stendimiz var. Bu qapını örtün, ətrafına baxsınlar. Gəl. Ən kiçik yataq otağı, hansı ki uşaq otağı üçün nəzərdə tutulub. Evin istilik sistemi kombidə hər bir otağın xətti çəkilibdir. Ay sağ, divardan məsafəsini göstərir. Zaten bütün otaqlarda pəncərə var. Gələn müştəri pəncərəni açıb baxa bilər. Yəni təkrar edeyim, 2 sot yarımın içində. Bu güzgünü göstərir ki, nə gözəl dekorativ güzgüdür. Buranın ışığı yanmır, obsivdən yanır, orada göstərərik. Böyük yataq otağı, 2 sot yarımın içində 10 daş kürsüdə dairəvi qoşa daşdır. Üstünə kəmərlidir. Yəni mansarına da çıxıb, çardağına da çıxıb. Kəmərini də görə bilərsiniz. Kürsüsündəki 2 dənə padval qoyulub. Qapının ötəyi yağış evin içində dolar. Burada da bir yenə yataq otağıdır. Sanitar qovşağı, sanuzeli ikisi bir yerdədir. Asma tavan, isti poldur. Aksesuar, moydadır, hər bir şey qoyulub. Yəni evdə bu yoxdur, o yoxdur deyə bir şey saxlamayıb. Bir dənə çatmayan mətbəxdir, bir də kombidir. Kombi radiatordur. Qalan hər bir şey görülür. Start qiymət 125 min manatdır, real müştəriyə endirim olacaq. Və onu da vurğulayım ki, hazır ipotekası, yəni zərflik deyil, mənim 20 günüm qalıb, 1 ayım qalıb. O deyən müştərilər də müraciət edə bilər. Qapısına kimi də demək olar ki, yola asfaltdır. Həqiqətən ev mükəmməl yerdədir. Videonu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm.